Təsəvvür edin, bir neçə nəfərlə ortaq bir əmlakınız var. Deyək ki, bir torpaq sahəsi və ya ev. Amma gün gəlir, siz artıq bu ortaqlıqdan çıxıb payımızı götürmək istəyirsiniz. Digərləri isə heç cür razılaşmır, hərə bir söz deyir. Tanış vəziyyətdir, elə deyilmi? Nəticədə adamı illərlə davam edəcək, dözülməz məhkəmə çəkişmələri və böyük bir hüquqi xaos gözləyir. Bugünkü izahlı materialımızda paylı mülkiyyət mübahisələrinin necə həll olunduğunu və bu nəhəng hüquqi baş ağrısından necə qurtula biləcəyinizi incələyəcəyik. Gəlin çox vaxt itirmədən birbaşa məsələyə keçək. Oyunu kökündən dəyişən bir sənədlə tanış olun. Söhbət Azərbaycan Respublikası Ali Məhkəməsinin 6 dekabr 2024-cü ildə qəbul etdiyi, həqiqətən də çoxdan gözlənilən qərardadından gedir. Təsəvvür edirsiniz, bir qərara qədər aşağı instansiya məhkəmələrində o qədər fərqli, bir-birinə zid, qarışıq qərarlar çıxırdı ki, əsl anarxiya yaşanırdı. Amma Ali Məhkəmə nəhayət məsələyə müdaxilə etdi və mülkiyyət mübahisələri üçün tam dəqiq, vahid bir qayda müəyyənləşdirdi. İndi isə biz bu mürəkkəb qərarı sizin üçün tam aydın və anlaşıqlı formaya salacağıq. Yol xəritəmizə qısaca nəzər salaq. Əvvəlcə paylı mülkiyyət dilemmasına toxunacağıq, sonra ayrılma və bölünmənin fərqini, 3 məcburi mərhələni, əmlakın tam bölünməsini, üstünlük hüquqlarını və ən sonda sırf işinizə yarayacaq praktik məsləhətləri danışacağıq. Birinci hissə paylı mülkiyyət dilemması. Bəs məhkəmələrin bu yeni qərarına qədər problem nədə idi? İşlər niyə bu qədər tərs gedirdi? Problem həm çox böyük, həm də gülünc dərəcədə sadə idi. İnsanlar, hətta bəzən məhkəmələrin özləri belə iki tamamilə ayrı hüquqi anlayışı səhv salırdılar. Mülki Məcəllənin 220-ci maddəsindəki payın ayrılması ilə 221-ci maddəsindəki əşyanın bölünməsini eyni şeymiş kimi qəbul edirdilər. Məsələn, siz sadəcə öz payınızı götürüb getmək istəyirsiniz, amma vəkiliniz səhvən əmlakın tam bölünməsini tələb edən iddia qaldırır. Nəticə, iddia rədd olunur, aylarınız, illəriniz havaya gedir. İkinci hissə ayrılma və bölünmə. Gəlin fərqi anlayaq. Bütün bu qarışıqlığı bir dəfəlik həll etmək üçün ortaq əmlakı böyük bir piroq kimi təsəvvür edək. 220-ci maddə, yəni ayrılma, eyni ilə o piroqdan yalnız öz diliminizi kəsib götürmək kimidir. Siz gedirsiniz, amma qalan şəriklər o piroqu, yəni əmlakı, paylaşmağa davam edirlər. Lakin 221-ci maddə, yəni bölünmə, piroqun tamamilə yoxa çıxması deməkdir. Ortaqlıq hamısı üçün bitir. Fikir versəniz, addımlar da tam fərqlidir. Ayrılmada 3 məcburi mərhələ və mütləq bir kompensasiya addımı var. Bölünmədə isə kompensasiya falan yoxdur, birbaşa 2 addım var. Ya bölünür, ya da hərraca gedir. Üçüncü hissə 3 ayrılma mərhələsi. Diqqət edin, payınızı ayırmaq istəyirsinizsə, qanun qarşınıza aşılmaz bir divar kimi bu 3 mərhələni qoyur. Və Ali Məhkəmə deyir ki, siz heç bir halda bu mərhələlərin üstündən hoppana bilməzsiniz. Birinci addım, pay fiziki olaraq naturada ayrılmalıdır. Əgər divar çəkib bölmək mümkün deyilsə, yalnız o zaman ikinci addıma, yəni kompensasiyaya keçə bilərsiniz. O da alınmasa. Yalnız ən son çarə kimi 3-cü addım hərrac işə düşür. Yəni, məhkəməyə gedib, mənimlə yola getmirlər, gəlin əmlakı birbaşa hərracda sataq deyə bilməzsiniz. Sırf sıranı pozduğunuza görə iddianız dərhal rədd ediləcək. Yaxşı, tutaq ki, birinci mərhələ alınmadı, əmlakı fiziki bölə bilmədik və gəldik ikinci mərhələyə. Kompensasiya. Bəs bu pul necə hesablanacaq? Olduqca ədalətli və sadə bir düsturla. Sizə düşəcək pul, yəni C, əmlakın o andakı real bazar dəyərinin sizin payınıza vurulması ilə tapılır. Bu o deməkdir ki, kimsə havadan rəqəm uydurub sizi ziyana sala bilməz. Amma eyni zamanda digər şəriklər də süni şəkildə şişirilmiş fantastik qiymətlər ödəməkdən qorunmuş olurlar. Tam ədalətli bir sistem. Dördüncü hissə əmlakın tam bölünməsi. İndi isə 221-ci maddəyə baxaq. Yəni, heç kim ortaqlığı davam etdirmək istəməyəndə nə baş verir? Bayaq dediyim kimi, ən böyük fərq buradadır. Kompensasiya mərhələsi ümumiyyətlə yoxdur. Qayda belədir. Məhkəmə əvvəlcə əmlakı fiziki olaraq bölməyə çalışır. Əgər bu qeyri-mümkündürsə, kompensasiya barədə düşünmədən birbaşa hərrac təyin edir. Özü də çox maraqlı bir detalı deyim, məhkəmə kənar adamların iştirak edə bilməyəcəyi, yalnız siz şəriklər arasında olan qapalı bir hərrac təşkil etməlidir. Yalnız şəriklərdən heç biri əmlak almaq istəməsə, əmlak kənar alıcılar üçün açıq hərraca çıxarılır. Beşinci hissə üstünlük hüquqları və kreditorlar məsələsi. Mülki Məcəllənin 218-ci maddəsində yazılan bu rəqəmə çox diqqətlə baxın. 3 ay.
Təsəvvür edin ki, ortaqlarınızdan biri sizə heç nə demədən, təklif etmədən öz payını gedib kənardan birinə satır. Qanun deyir ki, sizin buna reaksiya vermək üçün cəmi 3 ayınız var. Bu müddəti qaçırdınızsa vəssalam, geri dönüş yoxdur. Və bilin ki, məhkəməyə gedib bu satışı ləğv edin deməməlisiniz. Xeyr, siz tələb etməlisiniz ki, alıcının hüquqları sizə keçsin. Yəni, həmin kənar alıcının ödədiyi pulu cibinizdən verib, o payı dərhal özünüzə götürə bilərsiniz. Bəs belə bir provokativ ssenari düşünək. Şəriklərdən birinin bankaya və ya kiməsə fəlakət dərəcəsində böyük borcu var və ödəyə bilmir. Kreditor gəlib ortaq əmlakı əlinizdən alacaq. Qalan günahsız mülkiyyətçilər nə etməlidir? Onlar da yanacaq. Əlbəttə ki, yox. Bu məsələlər Mülki Məcəllənin 224-cü maddəsi ilə çox dəqiq tənzimlənir. Əgər ortaqda borc varsa, icra məmurunun gəlib əmlakı birbaşa hərraca çıxarması və ya müsadirə etməsi qəti şəkildə qadağandır. Kreditor, yəni pulu istəyən tərəf ayrıca bir məhkəmə iddiası qaldırmalıdır. Əvvəlcə borclunun payının fiziki olaraq ayrılmasını istəməlidir. Olmur, o zaman məhkəmədən tələb etməlidir ki, borclu öz payını sizə, yəni qalan şəriklərə bazar qiymətinə satsın. Əgər siz də o payı almaqdan imtina etsəniz, bax yalnız və yalnız o zaman kreditor həmin payın açıq hərraca çıxarılmasını tələb edə bilər. Görürsünüzmü, qanun digər şərikləri qorumaq üçün necə möhkəm bir qala hörmüşdü. 6-cı hissə və nəhayət, hər kəsə lazım olan praktik məsləhətlər. Bu məsləhətləri mütləq yadda saxlayın. Bəlkə də bir gün əmlakınızı xilas edəcək. Birincisi, məhkəməyə getməmişdən əvvəl nə istədiyinizi dəqiq müəyyən edin. Sadəcə qrupdan çıxırsınız 220, yoxsa əmlaki tamamilə ləğv edib bölürsünüz 221. İkincisi, məhkəməyə iddia verməmişdən qabaq pul xərcləyin və müstəqil ekspert rəyi alın. Əvvəlcədən bilin ki, bu obyekti ümumiyyətlə bölmək mümkündür ya yox. Üçüncüsü, əgər iş hərraca gedəcəksə, mütləq israr edin ki, əmlakın bazar qiyməti elə məhkəmənin qətnaməsində qeyd olunsun. Və nəhayət, dördüncüsü, kompensasiya alacaqsınızsa, qanunun verdiyi 2 aylıq icra limitini tələb edin. Heç kim öz pulu üçün illərlə qapılarda qalmamalıdır. Sonda gəldiyimiz nəticə budur. İki hüquqi maddə arasındakı bircə sözlük fərqi bilmək, bütün əmlakınızı və gələcəyinizi sözün əsl mənasında xilas edə bilər. Düzgün seçilməyən bir iddia yalnız pul itkisi deyil, həm də gedən illər və hədsiz stres deməkdir. Amma siz artıq bu izavlı material sayəsində Ali Məhkəmənin bizə verdiyi o yeni qaydaları, o incəlikləri əla bilirsiniz. Sualım isə belədir, sabah siz bu vəziyyətə düşsəniz, payınızı ayırmaq üçün o 2 yoldan hansını seçəcəksiniz? Ümid edirəm, bu mürəkkəb mövzu sizin üçün artıq tam aydındır. Hüquqlarınızı bilin, öyrənməyə davam edin və hər zaman bir addım öndə olun. Yenidən görüşənədək.